Salam. Bu günləri sizlə bölüşmək istədiyim, danışmaq istədiyim mövzu tiamin çatışmazlığıdır. Tiamin nədir? Tiamini hər kəs tanıyır, vitamin B1 kimi tanıyır. Tiamin çatışmazlığının mənim rast gəldiyim, oxuduğum, bildiyim beriberi xəstəliyi var. Beriberi xəstəliyi deməli periferik sinir sisteminə zədələnməsinə gətirib çıxardan bir xəstəlikdir. Nədir? Nə rol oynayır? Tiamin orqanizmdə karbohidrat mübadiləsində çox böyük bir rol oynayır və bunun çatışmazlığı zamanı beriberi xəstəliyində periferik sinir sistemində deməli pozğunluqlar baş verir. Beriberi xəstəliyinin özünün iki növü vardır. Buna yaş və quru olaraq iki yerə bölürlər. Quru beriberi xəstəliyi o deməkdir ki, bu problem ətraflarda və yaxud da periferik hissələrdə, ətraflarda deyək, sinir sistemi pozğunluqlardır. Yəni xəstənin hissiyatı itir, bəzilərində qıcolmalar baş verir, parezlər deyirlər, qıcolmalar, parezlər və yaxud da hissiyatın pozğunluqları və məsələn üçün bir ətrafda bir cür hiss edirsən, bir tərəfdə bir ətrafda başqa cür hiss edirsən və yaxud da qıcolmalar, gizildəmələr baş verir ətraflarda. Beri xəstəliyinin yaş forması nədir? Bu ürək qan damar problemlərinə gətirib çıxardır və bu da eyni zamanda periferikdir. Daha bir təcili bir akut bir xəstəlik var ki, buna Wernicke ensefalopatisi deyirlər. Wernicke ensefalopatisi ortaya çıxır. Bu akut bir xəstəlikdir. Uzun müddətli vitamin B1 çatışmazlığı zamanı adətən bu birdən-birə formalaşır və nə baş verir? Xəstələrdə birdən-birə dezorientir olur, yəni zamanın hansı olduğunu, həftənin gününü, zamanın, ayın tarixi, ili hətta itirirlər bir anın içərisində, bir günün içərisində və eyni ondan başqa xəstələrdə yerimə pozğunluğu əmələ gəlir, ataksi deyirlər, yəni hərəkətin pozğunluqları, xəstə duruşu, gəzişi pozulur, kimlə danışdığını tanımır, harda olduğunu tanımır, zamanı dediyim kimi tanımır, bilmir hardadır və bu birdən-birə bir günün içərisində bəzən baş verir. Lazımdır xəstəni təcili vitamin B1, yəni tiamin dəstəyi vermək lazımdır və bu zaman bu xəstəlik geri dönə bilir. Bir də çox önəmlidir, xəstələrdə oftalmoplegilər baş verir. Oftalmoplegi nədir? Göz hərəkətinin pozulmasıdır. Bu da nə ilə bağlıdır? Göz hərəkəti orta beyində yerləşən 3-cü, 4-cü, 6-cı sinirlərin hansı ki göz hərəkətinə nəzarət edən sinirlərin orta beyindədir mərkəzləri və qidalanmaları pozulur. Niyə qidalanması pozulur? Çünki tiamin yoxdur, vitamin B1 yoxdur. Vitamin B1 olmadığında istədiyin qədər qida qəbul, istədiyin qədər karbohidrat ola bilər, amma bu vitamin B1 koenzim, yəni bir katalizator rolunu oynayır. Hansı ki o olmadan bədəndə enerji əmələ gəlmir. Yəni karbohidrat enerjiyə çevrilə bilmir. Həmin enerjiyə çevrilə bilmədiyinə görə də bu sinir sistemində zədələnmələr olur. Necə ki Wernicke ensefalopatisində mərkəzi sinir sisteminin zədələnməsi, beriberi xəstəliyində periferik sinir sisteminin xəstələnməsi olur. Oldu ki, xəstələrdə Wernicke ensefalopatisi inkişaf elədi və bunu bir müalicə olunmadı, müalicəsi, yəni vitamin B1 köçürülmədi. Nə inkişaf edir xəstələrdə? Korsakov sindromu inkişaf edir. Hansı ki, Korsakov sindromu bu alkoqol aludəçilərində çox rast gəlinir. Onun da səbəbini, patologiyasını izah edəcəm. Xəstələrdə, Korsakov xəstələrində fərqi nədir Wernicke ensefalopatisindən? Ayrıca Korsakov xəstəliyi inkişaf edə bilir birincisi, Wernicke ensefalopati olmadan, amma Wernicke ensefalopatisi müalicə olunmadıqda da müalicəsi nədir? Tiamin qəbulu, vitamin B1 qəbuludur. Müalicə olmadıqda Korsakov xəstəliyinə keçir. Korsakov xəstəliyi qısa müddətli yaddaşın pozulması, konfabulasyonlar. Konfabulasyon deməkdir ki, xəstəyə sən üçün danışır, soruşursan ki, harda olmuşsan, bugün deyirəm, mən bu günləri işdə olmuşam, işləmişəm, iş yoldaşımla olmuşam və yaxud da qızım mənə gətirib, hansı ki xəstə günlərdir xəstəxanada yatır.
təcili yardımdan gəlib. Özündən və özü danışdığına da inanır. Yalan danışır və danışdığına da özü də inanır. Səni də inanmağa məcbur edir. Təbii ki, buna görə də xarici anamnez çox önəmlidir. Xəstənin yaxınlarından məlumat önəmlidir və yaxud da xəstəni qəbul eləmiş həkimdən tam məlumat almaq çox önəmlidir. Korsakov xəstəliyinin başqa bir məlumatlarından biri də burada da eyni zamanda dediyim kimi retrograd və antegrad amneziya əsasən gəlişir, hansı ki xəstə unudur, qısa müddətdə olan şeyləri bəlkə unudur, necə gəlib, necə gedib, amma neçənci ildə doğulub deyirsən, o dəqiqə sənə cavab verir. Atan kimdir, anan kimdir, harada yaşayırsan, bunların hamısını əksər hallarda sənə çox rahatlıqla cavab verir. Tiaminin nə işə yarayır? Dediyim kimi karbohidrat mübadiləsindən cavab etdi, koenzim rol oynayır, hansı ki bu reaksiyaların, bədəndə baş verən reaksiyaların, hansı enerjinin əmələ gəlməsi üçün çox önəmli rol oynayır. Hardan sorulur bədənə? 12 barmaq bağırsaqdan. 12 barmaq bağırsaqdan bəs niyə sorula bilmir? Çünki xəstə daima alkoqol qəbul edir. Alkoqol qəbulu neyir? Alkoqol qəbulu sadəcə bu malabsorpsiya edən hüceyrələri, hansı ki o absorpsiya edən tiamini absorpsiya edən hüceyrələri əngəlləyir və buradan və yaxud da ki sürəkli alkoqol istifadəsindən bağlı olaraq xəstədə vitamin B1 ümumiyyətlə qəbul olunur. Bəs harada var ki vitamin B1? Vitamin B1 var ətdə, balıqda. Bunlar mən özüm sevdiyim üçün birinci dedim. Amma paxlalı bitkilərdə, taxıllarda vitamin B1 kifayət qədər var. Və bu hansı ki qida azlığı çəkən regionlarda vitamin B1 çatışmazlığı tez-tez görünür. Və alkoqoliklərdə bu çox görünür və bu tez-tez görünür. Mədə kiçilməsi eləyən adamlarda hansı ki həmin 12 barmaq bağırsağın bir hissəsi kəsilib götürülür və yaxud da 12 barmaq bağırsaqda qida kifayət qədər qalınır. Bu sorulmasından da və ya bir də ki pH, o turşuluğu, daha doğrusu əsaslılığı, 12 barmaq bağırsağının əsaslığı ya da turşuluğu pH-ı böyük rol oynayır ki bu absorpsiyanın həyata keçməsinə. B1-in nə qədər vacib olduğunu, bunlar məsələn idman edən adamlarda 6-8 mg gündəlik qəbulu və yaxud da hamilələrdə 2-3 mg, normal insanda 1 mg, 1-2 mg qədərdir. Hansı ki bunu kifayət qədər paxlalı bitkilərdir, noxuddur, lobyadır, belə və yaxud da taxıllardır, ətdir, somon balığıdır, qızıl balığıdır desək, bunları yeyən adamlarda kifayət qədər olur və çox tapılmayan bir şey də deyil. Müalicəsi. Müalicə dedikdə bu artıq əgər bir Korsakov xəstəsi varsa bunun müalicəsi artıq yoxdur. Nə etmək lazımdır? Xəstəyə vitamin B1-i dəstəkləmək lazımdır. Sürəkli, davamlı olaraq və xəstənin alkoqol istifadəsi varsa onu kəsmək lazımdır. Mədə əməliyyatı olunubsa bunu qəbul etməlidir kənardan lazım olan qədər. Korsakov xəstəliyinin dediyim kimi müalicəsi yoxdur. Sadəcə bunun xəstəliyin daha da irəliləməsini qarşısı almaq üçün nə edir? Hipotalamus və talamusdakı hüceyrələr, nüvələri zədələnir. Deməli, vitamin B1 azlığı bu hüceyrələri zədələyir. Necə olur? Yəni, lor dildə başa salsam, hüceyrələr acından ölür. Baxmayaraq ki, burada yemək var, karbohidrat var, hər şey yerindədir. Sadəcə o karbohidratı enerjiyə çevirən enzim, hansı ki tiamin yoxdur ortada və bu xəstəlik beləliklə yaranır. Təşəkkür edirəm qulaq asdığınız üçün. Çox sağ olun.